Uşaq olaraq görürsən, atası ilə gedər çörək almağa, əlində çörəyi vurar, deyə mən aldım, gətirdim, qoltuğuna vurar. Amma bilər ki, atası alır. Biz də bu uşaqlar kimi, mənim elə deyirik ki biz, mənim maşınımdır, mənim evimdir, elə deyirik ki, heç nə sənin deyil. Bunu başa düşsən, bəndəliyin birinci addımıdır. Həqiqətən də sənin deyil, heç nə sənin deyil. O, görürsən necə o mənim dediyin şeylərin hamısını qoyub gedirsən, sənin də apar da özündən. Adam malını, sənin də kişi kimi apar da, ha, sənin adıva yazılıb axı, bu necə qoyub getdi? Apara bilirsənsə apar. Heç nə sənin deyil, bunu başa düşəsən. Mənim maşınım, mənim nəyim, mənim nə, sən kimsən, sən kiminsən? Sənə verilən şey müvəqqəti verilib sənin ixtiyarına. Oyuncaq kimi, heç nə. İnna lillahın mənası budur, biz Allah'ınıq.